Salam, əziz uşaqlar. Nağıllarımıza davam eləyirik. Bugünkü nağılımızın adı Əhmədin nağılıdır. Biri var idi, biri yox idi. Qədim Hind ölkəsində bir çox zalım Əzazil şah yaşayırdı. Bu şah o qədər zalım idi, o qədər əzazil idi ki, xalqın günü çox pis idi. Xalqın güzəranı çox pis idi. Camaat yeməyə çörək tapa bilmirdilər. Xalq, camaat çox əziyyət çəkirdi. Bu şahın vəziri də ondan heç geri qalmırdı. O da xalqı incidir, xalqa zülm eləyirdi. Bu şəhərdə Əhməd adında bir kasıb oğlan da var idi. Əhməd anası ilə kiçik balaca bir daxmada yaşayırdılar. Əhməd özü çox əməksevər, çalışqan oğlan olduğuna görə səhər tezdən durur, 2-3 keçisini çölə aparır, onları otarır, qaydanda da çör-çöp yığıb gətirib bazarda satıb, birtəhər anası ilə dolanırdılar. Günlərin bir günündə Əhməd gecə yuxuda görür ki, dəryada yekə, qara bir balıq var. Bu yekə, qara balıq qabağına çıxan bütün balıqları, böyük, kiçik nə balıqlar var, hamısını yeyir və bu camaat çox əziyyət çəkir. Heç kəs dəryadan balıq tutub ailəsinə, evinə apara bilmir. Heç kəs dəryaya gəmi ilə, qayıqla çıxa bilmir. Bu qara balıq hər şeyi məhv eləyir və bir gün göy gurulduyur, ildırım çaxır, tufan başlayır, dəryada tufan qalxır. Aləm qaranlığa dönür, qaranlıq çökür və birdən-birə hava açılır və camaat görür ki, həmin yekə qara balıq dəryanın üzünə qalxıb, balıq ölüb və camaat tez suya girir, həmin balığı çıxardıb, doğrayıb itlərə atırlar və özləri başlayırlar balıq tutmağa. Dəryada o qədər balıq artır, o qədər balıq artır ki, insanların günü güzaranı gözəlləşir, ruzi bərəkətləri artır. Hamı balıq tutub satıb birtəhər dolanırlar. Yəni daha yaxşı dolanmağa başlayırlar. Əhməd yuxudan durur və bu qəribə yuxu ona çox qəribə gəlir ki, bu nə yuxudur, bu gördüyü nədir? Və gəlir anasına danışır. Anasına danışır ki, ana belə bir yuxu gördüm. Anası deyir ki, yaxşı yuxudur, Allah xeyrə calasın. Mən yuxu yoza bilmirəm, yaxşı yuxudur. Yenə üstündən bir gün keçir, yenə Əhməd səhər anası ilə durur, işləyir, qazanır, birtəhər yarı ac, yarı tox günü başa vururlar. Gecə Əhməd yenə həmin yuxunu görür. Eynilə gördüyü yuxunu bir də görür. Yenə səhər anasına durur, deyir ki, ay ana, mən yenə eyni yuxunu gördüm. Anası da başa düşə bilmir ki, bu nə sirridir ki, sən 2 gecədir eyni yuxunu görürsən. Yenə həmin günü başa vururlar. Axşam Əhməd 3-cü gün yenə eyni yuxunu görür. Səhər tezdən yuxudan ayılıb, deyir ki, ay ana, burada nəsə bir sirr var. Nəsə bir sirr var. Necə olur ki, hər gecə 3 gündür mən eyni yuxunu görürəm. Anası deyir ki, düz deyirsən bala, mən də fikirləşirəm ki, burada nəsə bir hikmət var, nəsə bir sirr var. Necə olur eyni yuxunu sən 3 gündür olduğu kimi görürsən? Mən yuxunu yoza bilmirəm. Burada da bir tanıdığım adam, yuxunu yoza bilən bir adam bilmirəm. Ancaq mən uşaq olanda eşitmişdim ki, valideynlərdən, böyüklərdən eşitmişdim ki, bizim şəhərdən 60 ağac uzaqda bir dağ var. O dağın ətəyində kiçik bir kənd var. O kənddə bir qoca, nurani kişi yaşayır. Mən elə bilirəm ki, o yuxunu yoza bilsə, ancaq o kişi yoza bilər. Digər ki, Əhməd, ay bala, o yol çox uzaqdır. Yolda da oğrular, quldurlar var. Sən necə gedə bilərsən? O kəndi necə taparsan? Əhməd deyir ki, yox ana, burada nəsə bir hikmət var, nəsə bir sirr var. Nətər olur olsun, mən gedəcəyəm bu yola, bu səfərə çıxacağam. Görüm ki, bu yuxularımın
Səbəbi nədir? Sirri nədir? Anası heç nə demir. Gətirir Əhmədin torbasına bir tikə quru çörək, bir tikə pendir qoyur, bir qabda da biraz su qoyub, "Yaxşı yol ay bala, Allaha əmanət ol. Get görək bu yuxunun sirri nədir?" deyib Əhmədi yola salır. Bəli, Əhməd anası ilə halallaşdıqdan sonra yola düzəlir və çox gedir. Xeyləm gedir, nə qədər gedir, axırda axşama yaxın bir ağacın yanında dayanır. Ağacın altında oturub torbasını açır, bir tikə çörək yeyir və ondan sonra ağaca söykənib yuxuya gedir. Səhər tezdən quşların səsinə oyanır. Gözünü açır, baxır, görür ki, ağacın üstündə 2 dənə çox gözəl, bəzəkli göyərçinlər var və bu göyərçinlər bir-biri ilə danışırlar. "Bacılı-bacılı, bilirsən bu oğlan kimdir?" "Hə, bilirəm, bu oğlanın adı Əhməddir." "Bəs bilirsən Əhməd hara gedir?" "Hə, onu da bilirəm. Əhməd uzaq kənddə yaşayan ağsaqqal, müdrik bir qocanın yanına məsləhətə gedir." Onda birinci göyərçin deyir: "Gəl ona kömək eləyək. Kömək eləyək, aparaq. Axı bilirsən ki, bu yol çox təhlükəli yoldur." İkinci göyərçin də: "Hə, düz deyirsən. Gəl Əhmədi qocanın yanına aparaq." deyib uçurlar və Əhməd də sevinib tez durur ayağa və bu göyərçinlərlə getməyə başlayır. Əhməd yerlə, göyərçinlər göylə, uça-uça Əhməd yeriyə-yeriyə xeyləm yol gedirlər, xeyləm, çox yol gedirlər. Yenə bir dəfə gecəyə düşürlər, yenə bir ağacın altında Əhməd oturur, yatır, səhər tezdən durur, görür göyərçinlər yenə onu gözləyir. Yenə yol gedirlər, nəhayət ki, həmin dağın ətəyindəki balaca kəndə çatırlar. Bir balaca bir evin qabağında, komanın qabağında göyərçinlər dayanırlar və deyirlər ki, Əhməd, bax, axtardığın adam burada yaşayır. Bundan sonrası artıq səninlikdir. Əhməd göyərçinlərə təşəkkür eləyib, qapını döyür və içəri keçir. İçəri keçir, görür ki, içəridə həqiqətən də çox qoca, saqqalı ağappaq qar kimi ağarmış bir nurani kişi var. Ədəblə salam verir və deyir ki, mən Əhmədəm, mən 3 gündür eyni yuxunu görürəm, ona görə də məsləhətə gəlmişəm. Qoca Əhmədə qulaq asır, deyir ki, Əhməd, mən bilirəm, sənin gəldiyini də bilirdim, səni gözləyirdim. Al, bax bu, bir qab çıxartır, böyük bir qab çıxartır, qabın içində də çoxlu qızıl, gümüş, ləl, cəvahir, çox qiymətli şeylər var. Qabı Əhmədə verib, deyir ki, Əhməd, bu qabı aparırsan, evə gedən kimi gedirsən şahın sarayına. Bu qızılları, bu qabı hamısını şaha hədiyyə verirsən, deyirsən ki, sən üçün gətirmişəm. Şah soruşacaq ki, bu qədər qızıl var-dövlət sənin üçün hardandır? Sən də deyərsən ki, dərin bir quyunu göstərərsən, deyərsən ki, bu quyunun dibindən. Orada çoxlu var-dövlət var. Qalanı ilə işin olmasın. Ancaq yadında saxla, şahı hara göndərirsənsə, mütləq vəzirini də ora göndər. Vəzirin də şah qədər qəddar, xəsis, zalım adam olduğunu bilirsən. Əhməd deyir ki, bəli, bilirəm. Bax, onda şahı da, vəziri də eyni yerə göndərərsən. İndi al bu qabı, çıx, o göyərçinlər yenə səni gözləyirlər. Sən heç nədən narahat olma. Bu yollar qorxuludur, təhlükəlidir, ancaq səni göyərçinlər aparacaq. Sən elə o göyərçinlərin istiqamətində get, evdə sağ-salamat çatarsan. Əhməd qocaya çox təşəkkür eləyib, qoca ilə halallaşıb yola düşür. Yola düşür və görür ki, həqiqətən də başının üstündə həmin o gözəl, bəzəkli göyərçinlər uçurlar.
və düz göyərçinlərin köməkliyi ilə düz evinə qədər sağ-salamat gəlib çıxır və evdə anası Əhmədin sağ-salamat gəldiyini görüb çox sevinir, çox sevinir. Axı Əhməd gör neçə gündür evdə yox idi, anası çox narahat idi. Əhməd anası ilə öpüşüb görüşdükdən sonra başına gələn bütün əhvalatları danışır. Hamısını anasından nəql edir və deyir ki, mən sabah səhər tezdən şahın sarayına gedəcəyəm və bütün bu qiymətli ləlcəvahiri, qızıl, gümüşü də ona aparacağam. Səhər Əhməd qocanın verdiyi bütün qızılları götürür, bükür və gəlir şahın sarayına. Şahın xidmətçilərinə deyir ki, mən şahı görmək istəyirəm. Şaha xəbər verirlər ki, kasıb bir oğlan gəlib səni görmək istəyir. Şah deyir ki, qovun getsin. Kasıb bir adamın mənimlə nə işi var, qovun getsin. Gəlirlər, Əhmədə deyirlər ki, şah görür, səni qəbul etmək istəmir, çıx get. Əhməd deyir ki, yox, mən şahı mütləq görməliyəm. Gedirlər yenə şaha deyirlər, şah yenə də bu dəfə də vəzir qəzəblənir, gəlib Əhmədi qovmaq istəyəndə Əhməd deyir ki, mən şaha hədiyyə gətirmişəm, mən şahı mütləq görməliyəm, bu hədiyyələri şaha verməliyəm. Vəzir inanmır, deyir, nə hədiyyə gətirmişsən, göstər. Əhməd o qabın ağzını açır, vəzir qabın içindəki qızılı, gümüşü, ləlcəvahiri görəndə gözləri kəlləsinə çıxır. Bunlar sənə hardandır? Elə Əhmədin alnından almaq istəyəndə Əhməd deyir, xeyr, bu qızılları, bu hədiyyəni mən şaha gətirmişəm, şaha verəcəyəm. Ətrafındakı nökərlər hamısı gördüyünə görə, bu mənzərəni, bu hadisəni gördüyünə görə vəzirin əli hər yerdən üzülür, məcbur olur ki, Əhmədi şahın hüzuruna aparsın. Əhməd şahın hüzuruna gəlir, hörmətlə baş əyib, deyir ki, şah sağ olsun, sənə hədiyyə gətirmişəm. Hədiyyəni gətirib baxanda şah təəccübündən yerində donub qalır. Bu qədər qızıl, var dövlət sənə hardandır? Bunlar mənim xəzinəmdən də çoxdur, bahalıdır. Hardan tapmısan? Hardan oğurlamısan sən bu qədər var dövləti? Deyir. Əhməd cavab verir ki, şah sağ olsun, mən bu qədər var dövləti heç yerdən oğuramamışam. Mən bunun yerini sənə göstərə bilərəm. Şah tez taxtından qalxır, tez ol göstər, hardadır bu qədər var dövlət? Deyir ki, sənin sarayının yaxınlığında bir qədər saraydan aralıda bir quyu var. Mən o quyunu təmizləyəndə düşmüşdüm, içinə gördüm ki, bu qədər var dövlət var. Ondan bir qab yığdım, sənə gətirdim, qalanı hamısı orada qalıb. Şah deyir, gedək. Gedək o quyunu mənə göstər. Vəzir də tez düşür şahın dalıycan, gəlirlər quyunun üstünə. Əhməd quyunun dərin bir quyudur. Əhməd quyunun ağzını açır, deyir, şah sağ olsun, bax bu qızılı var dövləti, bax bu şeydən yığmışam, quyudan yığmışam. Onun içində çox var, bu qızıldan var dövlətdən çox var. Ona görə də gəldim sənə xəbər verim. Şah əmr eləyir ki, onu şahı salsınlar quyunun içinə, hamısı var dövləti öz gözü ilə görsün, özü yığsın. Bu vaxtı vəzir də deyir ki, qibləyə aləm, məni də apar, məni də apar. Şah o qədər acgöz, tamahkar olduğuna görə, çox acgöz olduğuna görə vəziri itələyir, vəziri qoymur, istəyir özü tək düşsün quyuya. Ancaq qocanın sözləri Əhmədin yadında idi. Ona görə Əhməd deyir ki, şah sağ olsun, vəziri də özündən götür. Orada var dövlət, qızıl, gümüş çoxdur, həddindən çoxdur. Sən tək onları yığa bilməzsən. Qoy vəzir də gəlsin. Bu sözdən sonra şah razı olur, vəziri də, şahı da, ikisini də sallayırlar o dərin quyunun içinə və yuxarıdan da ağzını bağlayırlar. Bəs quyunun içində nə var idi? Quyunun içində heç nə yox idi. Quyunun içində boş torpaq var idi. Bu köhnədən qalmış, dərin, quru quyu idi, qurumuş quyu idi. Onun içində heç nə yox idi. Ancaq şahı, vəziri
quyuya salıb üstünü bağladılar və onlara ancaq gündə 1 dəfə, 2 dəfə yemək, su verirdilər. Artıq onları oradan heç kəs buraxmadı. Xalq buna çox sevindi, çox. Ona görə ki, şah da, vəzir də o qədər qəddar, o qədər acgöz, o qədər tamahkar idilər ki, ölkənin əhalisi dilənçi günə düşmüşdü. İnsanlar evində doyunca yemək yeyə bilmirdilər. İnsanlar xoş gün, xoş dövran keçirdə bilmirdilər. Ona görə də Əhmədin bu işi xalqın, camaatın çox xoşuna gəldi. Hamı Əhmədi alqışladı və saray əhli dedi ki, bəs indi bizə hökmdar lazımdır. Ölkəni idarə eləyən bir rəhimli, əli açıq, ağıllı, qüdrətli bir hökmdar lazımdır bizə. Və hamı bir ağızdan Əhmədi adını çəkdi, hamı Əhmədi göstərdi və dedilər ki, bizim hökmdarımız ancaq Əhməd kimi ağıllı, xeyirxah, rəhimli adam ola bilər, mərhəmətli adam ola bilər. Və ona görə də həmin gündən camaat yığıldı və özlərinin şahı elan elədilər. Əhməd o gündən Əhməd Şah olaraq ölkəni idarə elədi. Əhməd Şah ölkəni çox gözəl idarə eləyirdi. Xalqın həyatı günü-gündən yaxşılaşdı. Xalq firavan həyat sürməyə başladı. Əhməd Şah şəhərdə yollar saldı, məktəblər açdı. Ona görə də hamı Əhməd Şahı sevir, onu alqışlayırdı. Nağılımız burada bitdi uşaqlar və göydən düşən bütün almaları nənə sizə verdi. Bəs nağılımızdan nə nəticə çıxdı uşaqlar? Nağılımızdan o nəticə çıxdı ki, insan vəzifəsindən, təhsilindən asılı olmayaraq həmişə mərhəmətli olmalıdır. İnsan həmişə xeyirxah olmalıdır. İnsana zalım olmaq, qəddar olmaq, xəsis olmaq, tamahkar olmaq yaraşmaz. Ona görə də hamımız çalışmalıyıq ki, həmişə əli açıq, başqalarına kömək edən xeyirxah, mərhəmətli insanlar olaq. Beləliklə də uşaqlar, bugünkü nağılımız bitdi. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun.